Salam, bugün çevrədən ətraflı yazılı cavab tələb olunan tapşırıqların, yəni nisbətən çətin tapşırıqların izahına baxacağıq. 43-cü sualda deyir ki, radiusu R1 olan böyük çevrə AB parçası üzərindən onun başlanğıcından etibarən 6 tam dövrə vuraraq parçanın sonuna gəlir, görürük. Və deyir ki, radiusu R2 olan çevrə də həmin parçanın 9 tam dövrədə başa vurmuşdur. R1 bölünsün R2 nisbətini tapmağı soruşur. Baxın, bunun mərkəzinə biz O desək, fırlanırsa bura düşür, düzdür. Fərz eləyək ki, bunun deməli fırlandığı nöqtə A nöqtəsi olduğu kimi qalır. Baxın, bu məsafə, bu qət etdiyi məsafə onun uzunluğuna bərabər olur. Uzunluğu da nəyə bərabərdir? 2pi r-ə bərabərdir və tam 6 dövrə vurduğu üçün deməli bu S1 deyə işarə eləyək, bu da 2pi r1. Deməli S1-in 6 qatı qədər, yəni 6S1 qədər ümumiyyətcə AB parçasının uzunluğu olacaqdır. Yəni 2pi r1-i biz vururuq 6-ya və deməli AB məsafəsini biz 12pi r1 olaraq tapırıq. İndi keçək ikincisinə. Burada da eyni şəkildə fərz eləyək ki, mərkəz olduğu kimi qalır. Mərkəzimiz O2 olsun və A nöqtəsi yenə olduğu kimi qalır və bu məsafəmiz yenə eyni şəkildə 2pi r2-yə bərabər olacaqdır. İndi 9 tam dövrə vurduğu üçün deməli bizim AB parçamızın uzunluğu nə olacaqdır? 9S1 olacaqdır. Deməli biz vuracaq 9-u 2pi r2-yə vuracağıq. Deyəcək 18pi r2. İndi bizdən R1 bölünsün R2-ni soruşur. Buradan R1-i tapa bilərik ki, AB-nin 12pi nisbətinə bərabərdir. Və ikincidən tapa bilərik ki, R2-miz AB-nin 18pi nisbətinə bərabər olmuşdur. İndi bizdən R1 bölünsün R2-ni soruşur. Burası asandır artıq. AB-nin 12pi nisbətini vururuq bunun əksinə. AB-nin 18pi-yə. 18pi-nin AB-yə. Pilər ixtisar gedir, AB-lər ixtisar gedir. Bunlar da 6-ya ixtisar gedir. Cavab olur 3 bölünsün 2. Yəni onluq kəsrinə yazsaq 1,5. Bu sual da eyni tiplidir. Bunu özünüz artıq yaza bilərsiniz deyə ümid edirəm. İndi keçək 45-ci suala. AB parçası çevrələrin mərkəzlərindən keçir. AB parçasının yəni bu uzunluğu 12-dirsə, çevrənin bizdən uzunluqları cəmini soruşur. Məsələn, bu böyük çevrənin bilirik ki, bu hissə radius adlanır. Bura R1 deyək, bura R1, burada olacaq R1. Sonra buranı R2 işarə eləsək, burada R2 olacaq. Bura R3-dürsə, burada R3 olacaq. Bunların cəmini, yəni AB parçasını bizə 12 vermişdir. Hər birindən 2 ədəd olduğu üçün 2R1, 2R2 və 2R3-ün cəmini 2R3-ün cəmini bizə 18 olaraq vermişdir. Hər biri 2-yə bölündüyünə görə hər birini 2-yə böldükdə alırıq ki, R1, R2 və R3-ün cəmi 9 olmuşdur. 9 cm. İndi bizə çevrənin uzunluqları cəmini istəyir. Məsələn, bu çevrənin uzunluğu nə olacaq? 2pi r1 olacaqdır. Bu S1 yazaq, gəlin. S2 nə olacaq? 2pi r2 olacaqdır. Sonra keçək bu birisinə. S digər içində olacaq 2pi r3. İndi bunları toplasaq biz nə olur? 2pi'ni mötərizə xaricinə çıxarmış oluruq. Çünki hər birində görürük ki, 2pi'miz ortaqdır. Qalmağını azaldaq. 2pi ortaq olduğu üçün yazırıq R1 üstə gələk R2 üstə gəlsin R3. Zaten bu bərabərlikdə də bunu 9 tapmışıq. Yerinə 9 qoyuruq. 2pi'nin 9 əhalisi də eləyir. Cavab 18pi. Bu da eyni tipli sualdır. Ümid edirəm ki, bunu da yaza bilərsiniz. 47-də deyir ki, şəkildə verilmiş kongruent çevrələrin mərkəzləri koordinat oxları üzərində yerləşir. Onların uzunluqları cəmi 20pi olarsa, ABC dörtbucaqlısının perimetrini tapın. Bunları gəlin birləşdirək ki, dörtbucaqlı kimi biz görə bilək. Birləşdirdik və görürük ki, uzunluqları cəmini 20pi vermişdir. 5 dənə də çevrə vardır. Deməli, 5S-ni bizə 20pi vermişdir. S-miz nə çıxır? 4pi çıxır. Və bilirik ki, S, yəni çevrənin uzunluğu 2pi r ilə tapılır. 4pi'yə bərabərdir.
Burada pilər ixtisar gedir. 2R 4 çıxdığına görə R-imiz 2 sm olaraq çıxır. Radius 2-dirsə, deməli tərəf 4 olur. Baxın, bura 4-dür, bura 4-dür. Bunların hər biri radiusdur 4. Məsələn, burada 4. Və görürük ki, burada bilirik ki, 90 dərəcə bucaq altında kəsişirlər. Deməli, bura 4-dürsə, bura 4/2-dir. Bura 4/2, bura 4/2, 4/2. Bizə də fiqurun ABCD 4 bucaqlısının perimetrini istəyirdi. 4-ü də vururuq 4/2-yə və bu da eləyir 16/2. Yəni perimetr 16/2 olaraq çıxır. 48-də ümid edirəm ki, özünüz yaza biləcəksiniz. 49 ilə 50 eyni tipli olmadığına görə hər ikisini izah edəcəm. Deyək ki, mərkəzləri O1 və O2 nöqtələrində olan iki çevrə K nöqtəsindən xaricdən toxunur. Bunu görürük. AM parçası K nöqtəsindən keçir. Baxın, buradan görünür. AM bizə 22 verir. PAO1K, PMO2K-nə 56 sm veribsə, çevrələrin mərkəzləri arasındakı məsafəni, yəni O1, O2-ni bizdən sual olaraq soruşur. İndi biz baxırıq ki, bunlar radius olduğu üçün, məsələn, biz bura x desək, burada x olacaq, yaxud bura y, burada y olacaq. İndi məsələn, bura mən z desəm, bilirik ki, bu uzunluq 22-dir də, burada olacaq 22 çıxaq z, yəni cəmləri elə olması üçün bu perimetrlər cəmlədir. Məsələn, AO1K-nın perimetri nədir? 2x üstə gəlinsin, 2x üstə gəlinsin 22 çıxaq z. İndi o birisininki nədir? 2y üzərinə gəlinsin z. Bu perimetrlər cəmini bizə 56 olaraq vermişdir. Burada z-lər ixtisar olur. 2x üstə gəlinsin 2y 34 olaraq çıxır. X üstə gələ y-i də biz tapırıq 17. Və mərkəzlər arasındakı məsafə O1, O2-dir. Gördüyümüz kimi O1, O2 məsafəsi x üstə gələ y-in cəmidir. Yəni o da 17-yə bərabər olmuş olur. Deyək ki, ABC 3 bucağında ABC, yəni baxın, biraz nazidir. Bu bucağımızı 50 dərəcə vermişdir. K nöqtəsi 3 bucağın medianlarının kəsişmə nöqtəsi. Yəni burada 3 bucaq medianların kəsişmə nöqtəsidirsə, orada birinciyə medianlar birinciyə nisbətində bölünür. Burasını bildik. M nöqtəsi AC tərəfin orta nöqtəsi, yəni bu tərəflər bərabərdir. Və B nöqtəsi EKF qövsünə uyğun çevrənin mərkəzidir. Yəni, baxın, bu çevrədir və bu da mərkəzi bucaqdır. Deməli, bu qövsün, yəni EKF qövsünün dərəcəsi də bilir ki, mərkəzi bucağın dərəcəsinə bərabər olur. 50 dərəcədir. Deyək ki, MK, yəni baxın, bu hissə 9-dur. Dedik ki, burada medianların kəsişmə nöqtəsi 2-nin 1-ə bölünür. Deməli, bu hissədə 18 olacaqdır. Və bizdən də EKF qövsünün uzunluğunu soruşur. Uzunluğu necə tapırdıq? 2 PR alfa bölünsün 180 dərəcə düsturu ilə tapılır. Pi olduğu kimi qalır. Radiusumuz, yəni bunların hamısı bərabər olduğu üçün 18-dir. Alfa bucağımız da yəni 50 dərəcədir. Bunda 180 olan nisbətini tapmalıyıq. Burada sıfırlar ixtisar gedir, 18 ilə gedir. Cavabımız da olur 5 pi. Və ətraflı həll tələb edən sualların izahı bu qədər. Cütləri də 44, 46, 48-in də cavabını rəylər bölməsində özünüz həllini izah elədim. Yəni, eyni həllə malikdirlər. Yaza bilərsiniz. Çevrə topuldan ətraflı həll tələb edən, yəni nisbətən çətin sualların izahı bu qədər. Növbəti videolarda görüşənədək. Kanala abunə olmağı, videoya like atmağı unutmayın.